Salam, sabahınız xeyir olsun. Millennium Aseslar şirkətinin təqdim elədiyi Sağlam ol verilişinə baxırsınız. Hörmətli tamaşaçılar, efirimiz hal-hazırda canlı yayımlanır. Əgər bu və ya digər səbəblərdən hər hansı bir xəstəlikdən əziyyət çəkirsinizsə və xəstəliyinizlə bağlı respublikada deyil, respublikadan kənarda yerləşən xəstəxanalara müraciət etmək istəyirsinizsə, bilin ki, bu işi yüksək səviyyədə həyata keçirən Millennium Aseslar şirkəti var. Xatırladım ki, Millennium Aseslar şirkətinin mərkəzi şöbəsi İstanbulda yerləşir. Siz müraciət etdikdə xəstəliyinizə dair bütün sənədləri təqdim etməlisiniz. İstanbuldakı xəstəxanalarla əlaqə saxlanacaq və həkimlərdən məsləhətlər alınacaq. Ən qısa zamanda sizə cavab gələcək. Ən çətin cərrahi əməliyyatlar, müayinələr, check-up proqramları və bir daha qeyd eləyək ki, şiş xəstəliyini erkən və gec mərhələsində müraciətlərinizi edə bilərsiniz. Şiş toxumasının metastaz verməsinin qarşısını alan bir neçə üsullar var ki, ümidinizi itirməyin. Və əlaqə telefonunu bir daha nəzərinizə çatdıraq 497 54 00 598 48 18 ekspert həkimə zəng eləyərək ətraflı məlumatı özünüz ondan öyrənə bilərsiniz. Xatırladaq bir daha ki, Millennium Aseslar şirkətinin təqdimatı ilə hal-hazırda efirimiz davam edir. Hörmətli tamaşaçılar, Millennium Aseslar şirkətinin təqdim elədiyi Sağlam ol verilişinə baxırsınız. Mən isə əlbəttə ki, həkim qonağımızı sizə təqdim eləmək istəyirəm. Mərkəzi Klinik Xəstəxanasının kardioloq həkimi, tibb elmləri namizədi Firdovsi İbrahimov. Firdovsi doktor, sabahınız xeyir olsun. Sabahınız. İlk dəfə verilişimizə təşrif buyurursunuz və çox inşallah davamiyyəti olacaq. Çünki kardiologiya elə bir şöbədir ki, orada inanılmaz sayıda xəstələrimiz müayinə və müalicə alınırlar. Və əlbəttə ki, cəmiyyətdə yayılmış ən geniş xəstəliklərdən biri də məhz ürək xəstəlikləridir. Və xüsusilə də işemi xəstəliklərdir ki, bu haqda istəyədik biraz sonra siz məlumat verəsiniz. Amma ilk öncə nəzərinizə çatdıraq ki, 510-38-04, 510-38-06 studiyamızın nömrələridir. Əgər ürək damar sistemi ilə bağlı hər hansı suallarınız varsa müraciət edə bilərsiniz. Efirdən sonra isə Mərkəzi Klinik Xəstəxanasına, kardioloq həkimimizə, tibb elmləri namizədi Firdovsi İbrahimova yaxınlaşa bilərsiniz. Konsultasiyalara dəvət edirik sizi. Və doktor, istəyərdim ürəyin işemi xəstəliyinə giriş verək. Buyurun. Ürəyin işemi xəstə bugün seçməmizin məqsədi nədir? Bugün belə bir rəqəm söyleyeyim. Bugün inkişaf etmiş bir çox ölkələrin tamamında ölümlərin %50, %60%-ni ürək və damar xəstəlikləri, yəni ürəyin işemik xəstəliklər və digər damar xəstəlikləri təşkil etməkdə. Bu çox böyük bir rəqəmdir. Düşünsəniz ki, xərçəng xəstəliklərinə bağlı ölümlər 20%-larda, bəzilərində 15%-larda qalırsa, ancaq bu ürəyin işemik xəstəliklərdən yer üzündə itirdiyimiz insanların yarıdan çoxunu bu səbəbdən itiririk. Və bizim ölkəmizdə də bu standartlar insanlarımızın yaşam şəkli, daha çox yemək şəkli çox ağır olduqları üçün, diyetalarına diqqət eləmədikləri üçün və bu səbəbdən bu rəqəmlər eyni səviyyədə %50-nin üzərindədir və bunu da unutmayaq ki, ürəyin işemik xəstəliyi olan qrupda infarkt olan xəstələrimizin biz 50%-ni infarkt anında yerindəcə itiririk. Bu çox böyük bir rəqəmdir. Bizə ancaq infarkt keçirən insanların sağ qalan 50%-idir. Yəni bugün infarkt keçirmiş insanları gördüyümüz zaman ancaq 50%-i qalıb. Ona görə bizim bütün məqsədimiz bu xəstəliyin ölkədəki səviyyəsini azalda bilmək, yəni bəlkə heç olmasa durdura bilməkdir. Bu çox vacibdir. Çünki bunu bir infeksiya xəstəliyi kimi müqayisə edə bilməzsiniz. İnfeksiya xəstəliyində dövlət bir karantina elan eləyər. Bunu yeməyin, bunu etməyin, insanlar təmas. Amma burada belə bir şey deyil. Çünki insanların şəxsi olduğu üçün hər kəsdən tək-tək və məlumatlandırıcı yarayacaq səbəblərin kökünə enməmiz gərəkdiyi üçün biraz digər xəstəliklərdən çox daha fərqlidir və bugün çağımızın ən böyük və ən dramatik və ölümcül seyr edən xəstəliyidir. Bizim ölkə üçün də maalesef bugün itirdiyimiz insanların bir çoxunu bu xəstəliyi təşkil etməkdir. Ümumiyyətlə mümkündür bunun qarşısını almaq? Əlbəttə ki, bunun qarşısını almaq bu şəkildə söyləyeyim. Əgər Avropa və Amerika kimi ölkələrdə bu xəstəlik birinci ölüm səbəbi daha yüksəykən, məsələ Çin, Koreya kimi daha çox yağlı yeməklərdən uzaq olan, duzlu yiyəcəklərdən uzaq olan ölkələrdə bu səviyyə daha aşağıdır. Yəni, bu da insanların yaşam şəklinə və yemək şəklinə bağlı olduğu üçün, yanaşı xəstəliklərə çox bağlı olduğu üçün, yəni bu rəqəm belə bir söyləyeyim, Amerikada və Avropada bu xəstəliyin artım
faizi dayandırıla bilindi. Azalda bilinmədi, amma saxlanıla bilindi. Bu çox böyük bir müvəffəqiyyətdir. Əlbəttə. Yəni bizim də bunun yaradan nədir səbəblər? Bu şəkildə yağlı yemək. Bizim insanlar yemirəm desələr də həddən çox yağlı istifadə edir. İştahı saxlamaq da mümkün deyil. Yox, biraz iştahı bu şəkildədir. Mətbəximizi biraz daha geniş tutmaq məcburiyyətindəyik. Çox dar, davamlı qırmızı ət istifadə eləməkdə çox təhlükəli olan qoyun əti xüsusilə çox yağlı olmaqda, xüsusilə kabablar, bu cür yeməklərdə çox təhlükəli olan qoyun heyvani yağlar çox istifadə olunmaqdadır. Bunlar birbaşa xolesterol qaynağıdır. O yağlı yeyəcəklər çox dramatik bir şəkildə. Şəkər xəstələri səviyyəsi çox yüksəkdir. İnsanlarımız normadan çox kiloludular. Bunların bir çox artıq şəkər xəstəliyə eğilim artırır və şəkər xəstələrimizdə şəkər səviyyəsi çox yüksək gedir. Bu birbaşa ürək damarlarını tutmağa meyillikdir ciddi olaraq. Və qandakı şəkər səviyyəsi düşürülməlidir. Sonra təzyiq xəstələrimiz təzyiqi normal getməməkdədir. İnsanlarımız çox duzlu yeməkdədir yeməklərini və təzyiq dərmanlarını içmirlər. Amma ömürlük içmədilər təzyiq dərmanlarını ki, çünki bizim ürək damarlarımızın dözümlülük dərəcəsi 120, 80, 130, 70 bu cür təzyiqə yaradıb. Allah Taala tərəfindən bu şəkildə yaradıb. Amma daha yüksək təzyiqdə bu damarlara vurulan zərbələr, yüksək udarlar nəticədə damarda zədələnmələr meydana gətirməkdə və ora xolesterolun sürətli şəkildə yığılıb daralmağa getməkdə. Və mənim ən çox bugün demək istədiyim siqaret. Maalesef siqaret səviyyəsi bizdə çox ən böyük səbəblərindən biridir. Qadınlarımıza buradan çox təşəkkür edirəm siqaret çəkmədikləri üçün. Həqiqətən dünyada mən xüsusilə Avropa konferanslarında bunu qürurla deyirəm ki, bizim qadınlar da biz bu məsələni həll etmiş vəziyyətdəyik. Qadınlarımızın çəkim səviyyəsi 2%-lardadır bugün ölkəmizdə. Və inşallah bu çirkin alışqanlığı, xoş olmayan, bugün artıq daha çox ikinci, üçüncü sinif insanların istifadə etdiyi bir alışqanlıq kimi görülən dünyadakı alışqanlığı qadınlarımızın istifadə etməyi çox xoşdur. Amma kişilər həddən artıq istifadə etməkdə və siqaretin qarşısını bugün biz dövlət olaraq almaq məcburiyyətindəyik. Bildiyimiz kimi bugün Avropanın bir çox ölkələrində və ən son Çində çox ciddi bir qadağalar başladı. Mən bilirəm ki, bizim Milli Məclisdə bununla əlaqədar çox geniş bir çalışmalı tədqiqatları var. İnşallah önümüzdəki aylar və ya il içərisində bizdə də artıq bir çox yerlərdə bu qadağa mütləq qoyulması. Çünki biz gəncləri qorumaq məcburiyyətindəyik. Bu ölkə bizimdir, bu torpaq bizimdir, bu gənclər bizimdir. Bu bizik. Bu bizik. Yəni bir şey düşünməniz gərək ki, 40 yaşına gəlmiş bir insan, yetişmiş bir insan, mühəndis, həkim və ya insanı biz adi bir infarktdan itiririksə, illərcə yetişmiş bir kadrı, onu yetişdirmək üçün nə qədər əziyyət çəkirsiniz və ən yaxınınızı, əzizinizi sadə bu səbəbdən itirirsinizsə, bunu dönüb düşünməmiz gərəkir. Əlbəttə. Və əlbəttə ki, siz həkimlərin məsləhətindən qulaq asaraq biz insanlar da ilk növbədə öz sağlığımızın, necə deyək, keşiyində durmalıyıq. Alo. Xeyr olsun. Sabahınız xeyir olsun Adə xanım, buyurun. Sizi. Həkimə belə bir sualım var. Buyurun. Mənim ürəyimdən heç bir şikayətim olmayıb, heç bir vaxt. Hardasa bir ilə yaxındır, ürəyim arxa tərəfdən gecələr iminlə arxa üstə yata bilmirəm. Səhərə yaxın 4-dən 5-dən sonra yatıram. Bir də ki, barmaqlarımın elə bil ki, ucu keyiyir. Ayağım da əsir, əlim əsir, sol tərəfim. Başımın da bir tərəfidir. Bax, ürəyimin ağrısı çoxalanda bunlar da qalxır. Bu nə ilə əlaqədar ola bilər? Müalicə olunmuşam, amma bir effekt olmayıb. Bir-iki sualım var. Yol yeriyərkən, hərəkət eləyərkən bu ağrıları hiss eləyirsinizmi? Hiss eləyirəm. Yerişim də dəyişir mənim yol gedəndə. Hiss eləyirəm ki, ayaqlarımı düz ata bilmirəm, doktor. Tamam, təşəkkür edirəm. Ancaq ürəyimə görə üzr istəyirəm. Mənim ürəyim bəlkə ağrıyanda məndə bir kitab var. Oxudum onu, kardiyomin iynəsini vurmuşam özümə. Ondan sonra bir balaca yüngülləşib məndə ağrı, vəssalam. Amma gecələr yata bilmirəm. Xanım, neçə yaşınız var, üzr istəyirəm? 47 yaşım var. Şəkəriniz varmı? Şəkərim az miqdarda var qanımda. Təzyiq varmı? Təzyiqim, bəli, mən raboçi davleniyəm 190-100-ədir. Belə gəzirəm. Tamam. Təşəkkür edirik. Çox sağ olun, təşəkkür Buyurun, ederim. doktor. Bir kere burada hanımlarda bu hanımın şikayətinin %80 nörolojik bir şikayətdir. Təcili bir şəkildə bir nöropatoloğa başvurması gerekir. Çünki ayağını düzgün atmamağı, hərəkət nizamını itirməyi bunun kardiyoloji ilə heç bir əlaqəsi yoxdur. İlk öncə oradan bir kontroldan keçməsi. Kardiyolojik şikayəti çox ciddi bariz olmasa da yeni araşdırıb bir ekokardiyoloq və bir yük testinə keçirməmiz gerekir. Amma birinci
Çox kardiolojik bir şikayət durmur. Orada mən xanımın insanlarımıza iki mesaj vermək istəyirəm. Bir, rabochi içki təzyiqi deyən, xalq üçün rabochi davleniyan deyilən belə bu şəkildə yüksək təzyiqdir. Bu aşağıya normala çəkmək məcburiyyətindədir. Sizin bədən damarlarınız o təzyiq üçün yaradılmayıbdır. Bunu yadınızdan çıxartmanız gerekir. Bir də bunun üçün də yeməyinizi birinci olaraq duzsuz istifadə edin. İkinci, hər bir dərmanı sizə həkiminiz təyin etdiyində Avropada bu dərmana icazə varmı, yoxmu? Avropada istifadə edilirmi? Edilmirsə, lütfən bu dərmanlara icazə verdirməyin. Onu necə bilsin xəstə? Bizim cəmiyyətin, Azərbaycan Kardiologiya Cəmiyyətinin də Mərkəzi Klinik Xəstəxananın da internet adresinə girdiyi zaman bu dərmanlarla geniş məlumatlar var və ya suallarını anda təqdim edə bilirlər və yaxud da Avropa Kardiologiya Cəmiyyətinin də ünvanına girib oradan edə bilir. Məsələn, ən bariz bir şey Ribaxin, Karboksilaza, ATF, yəni çox geniş istifadə olunan preparatlar heç bir faydası yoxdur. Qəti şəkildə buna tərk etməliyik. Çünki mən bu şəkildə söylüyorum, bizim artıq kardioloqların səviyyəsi Avropa standartları səviyyəsinə gəldi. Çünki Avropa Kardiologiya Cəmiyyəti Azərbaycan Kardiologiya Cəmiyyətini öz sıralarına qəbul etdi. Çünki bu ölkədəki standartları yoxlayar. Kardioloqların səviyyəsi, tibbi müdaxilənin, əməliyyatların səviyyəsinin stentləmədə, angiga bu standartları gördükdən sonra, bəli, siz Avropa səviyyəsindəsiz, biz sizi qəbul edə bilərik artıq və qəbul etdi. Artıq hər bir Azərbaycan kardioloğunu təbrik edirəm. Avropa standartlarında qəbul edilir. Kiçik qüsurlar və sonra düzəldiləcək. Xəstələrimizin də artıq bu standartlardan düşüncələrinin formalaşması gerekir. Yəni bu, əlbəttə ki, biz də bir qayda olaraq təbrik edirik. Bundan daha böyük nailiyyətlər əldə etmək arzulayırıq hər birimizə. Amma doktor, belə bir şey var, qeyd edirik, yəni internet adreslərinə götürsün. Amma bu ürək elə bir şeydir ki, yəni ciddi bir orqandır. Ürək tutdu, həmin anda əl altında dərman olmalı. Anında, bəlkə nəsə bir məsləhət görək ki, bu şəkildə söyləyim. İnsanlar özlərini ilk təcili yardımı göstərsinlər. Bu sual çox gözəldir. Hər bir insana bu şəkildə mən tərif edirəm. Əgər sizin sinənizin orta hissəsində bir yandırıcı, döş sümüyünə küt, sıxıcı bir ağrı olduğu zaman, sol qola vurduğu zaman, boyuna vurduğu zaman ağrınız varsa, ilkin olaraq bir aspirin 300 mg çiğnəməniz gerekir. Bu şiddətli də olsa xəstə yaxınlar anında. Həkimi çağırmadan anında bu şiddətli, sıxıcı, yanıcı, göynəcədə... Aradan qalxacaq. Yox, qalxmaya bilir, amma aspirin çiğnəməsi bu baş verə biləcək fəsadlar, bölümləri 23-25% azaldır. Aspirini çiğnəyib, həmən təcili yardıma bizim xəstəxananın 105 nömrəsi və yaxud da təcili yardım maşınlarına anında zəng vurub təcili yardımı çağırması gerekir. Amma burada mən bunu deyim, Avropa standartında olan artıq ölkəmizdə bir çox bu standart oturduq. Həkimlərimizin anında bu xəstəyə damarı açılmalıdır. Anında infarkt bir xəstədə ki, damarda tutuqluq, koronar angiografiya müayinəsi aparılıb, o damar tellərlə keçir, tromb ortadan qaldırılıb, orada xüsusi stent qoyulur. Yəni, mən xəstələrimizə bu şəkildə söylüyorum, Azərbaycanda 2005-ci ildən bu günə qədər infarkt olan xəstələrimin tamamını mən bu şəkildə açdım və Avropa standartları, Avropada bu tamamı bu şəkildə gedir. Mən tamamına bu şəkildə və ölüm faizi xəstələrimdə çox ciddi dərəcə düşdü, fəsadlar çox ciddi dərəcədə və Avropa standartları rəqəmləri əlimizdə klinika olaraq, mərkəzi klinik xəstəxana olaraq. Nəticədə bu qürur verici bir şeydir. Çünki Avropada hər bir xəstə 90 dəqiqə içərisində angiografiya otağına çatdırılmaqda və damar mexaniki dediyimiz anda xəstəyə heç bir anesteziya verilmədən qasıq bölgəsi və ya qol bölgəsindən keçirilir, ürək damarına tellə keçirilir, tromb oradan götürülərək stent ora yerləşdirilir. Təşəkkür edirik doktor. Hörmətli tamaşaçılar, bir daha nəzərinizə çatdıraq. 510-38-04, 510-38-06 studiyamızın nömrələridir. Mərkəzi Klinik Xəstəxanasının kardioloq həkimi, tibb elmləri namizədi. Eyni zamanda Azərbaycan Kardiologiya Cəmiyyətinin vitse-prezidenti Firdovsi İbrahimov hal-hazırda həkim qonağımızdır. Suallarınız varsa müraciətlərinizi edə bilərsiniz. Bir tamaşaçı müraciət edib. Amma o tamaşaçı sualından sonra istəyərdim siz də mənim sualıma cavab verəsiniz ki, bu Avropada ölümlərin sayı azaldı. Əlbəttə ki, bu statistik göstəriciyə bunu göstərirsə. Duruldu. Bəs Azərbaycanda bunun üçün nə işlər görür? Yəni, bu haqda geniş məlumat verir. Çünki hal-hazırda bizi maraqlandıran biz özümüzük. Alo. 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 Sabahınız xeyir olsun. Mən doktora... Buyurun Elza xanım, doktor eşidir sizi. Buyurun, buyurun. Sabahınız xeyir, sabahınız. Doktor, mənim yoldaşımın 69 yaşı var. Bəli. 4 il bundan əvvəl infarkt keçirib. Bəli. O 4 ildə müddətində həm dərmanları müntəzəm qəbul edir, onu siz yaxşı bilirsiniz ki, eləməlidir də. Əlbəttə. Ancaq bunun təzyiqi lap cavan vaxtından yüksək olubdur. Heç bir narahatçılıq da vermir buna. Məsələn, 200-ün olur 90-a,
Tamam. Şəkəri var mı? Gəzinti ilə heç bir əlaqə, heç bir deyirik çox gəzmək lazımdır. Bu gəzməklə də şey yoxdur. Elə bir yorulur, tez yorulur. Şəkəri var mı? Şəkər xəstəliyi? Yoxdur. Şəkər Tamam. yoxdur. Sinəsində hazırda ağrılar, göynəmələr belə bir şey. Heç bir ağrı, heç bir hiss eləmir. Tamam. Bir də hiss eləyir, biraz təzyiq yenəndə, məsələn 130-a, 120-yə Yorğunluq, halsızlıq. yenəndə, onda özünü çox pis hiss eləyir. Tamam. Amma yüksək təzyiqdə deyir, laf normalım. Tamam, çox təşəkkür Çox ederim. sağ olun. Çox Buyurun, gözəl bir doktor. sualınız idi. Çox gözəl bir vakadır. Azərbaycan üçün çox spesifikdir. Bir kərə bu xəstənin cavan yaşından bu günə qədər 190-100 təzyiqdə gəlmək çox böyük bir xətadır. Əlbəttə. Qəti şəkildə bu insan infarkt keçirməyinin böyük ehtimalın səbəbi də bu təzyiqə bağlıdır. Bu insan depressiyaya düşməyi, bu insanın psixolojik vəziyyətinin yaxşı olmamanın vəziyyəti yüksək təzyiqdir. Çünki beynin də işləmə funksiyası pozulub. Orada 130-a düşdüyü zaman özünü narahat hiss eləməyi normaldır. Bu xəstənin təzyiqini mərhələli bir şəkildə normala çəkib, o şəkildə bir həftə dözərsə, nitəqin bu hamısı elə olur, ondan sonra 130 təzyiqə alışacaq, biraz 150-160 olduğu zaman özünün narahat hiss. Bu xəstənin heç nəvə birinci il olaraq ürəyin işemik xəstəliyinə qədər dərmanla qəbul eləməli. İkinci, təzyiqi normala çəkilməli. Təzyiqi düşməyən xəstə yox kimi bir şeydir. Çox nadir, yəni 1% şeylik, ondan da artıq biz tamamını müalicə edirik. Yəni belə bir yox kimi bir şey, bu doğru bir şey deyil, qəti şəkildə. Sonra və ondan sonra bunu insanın bir depressiya vəziyyətinə qədər bir psixoloqla və ya psixiatristlə görüşülməyi və yanaşı olaraq bu infarkt keçirdiyi üçün işemiyanın səviyyəsi, ürəyin neçə faizi işemiya məruz qalıb, onun əgər ürəyin 10%-nin üzərində bir işemiya məruz qalırsa, bunu mütləq koronar angiografiya eləməlidir. Mən bu şəkildə söyləyeyim. Bütün xəstələrimizdə Avropa standardı olaraq elədiyimiz şeyi mən söyləyeyim xəstələrimdə. Əgər ürəyin işemik xəstəliyi düşünürəmsə, düşünülən bütün xəstələrdə əgər ürəyin 10%-dən çoxu işemiya məruz qalırsa, bunları angiografiya eləyirəm. Və bu mənə ümumiyyət dünyada bu standartdır. Bu bizə nə verəcək elədiyimiz zaman koronar angiografiya? Bir kərə xəstənin riskini ortaya çıxarmağı, hansı damarın tutulduğunu və neçə faiz tutulduğunu ortaya çıxarır və anda qısa müddətli sürətli şəkildə müalicə. Çünki heç bir ürəkdə müayinə metodu angiografiya kimi 100%'lik deyildir. Yəni net bir şəkildə sanki damarı açıb qarşınıza qoymuşsunuz. Bu şəkildə anında görə bilirsiniz. Xəstələrin bir çoxunda isə, önəmli bir hissəsində isə koronar yavaş axım ola bilər. Heç bir darlıq olmadan qanın ötürmə sürəti düşə bilir və kiçik bir budaqda bir ağrı ola bilir. Amma bu xəstələr çox narahatçılıq verir. Angiografiyadan sonra biz bu insanları sürətli bir şəkildə heç bir ciddi bir şeyin olmadığını qorxmaya həyata döndərir. Yəni bir anlıq damarı görüb bu insanları normala döndərmək lazımdır. Burada da ağlıma gəlmişkən ciddi bir şeyim. Heç bir ürəyin işemik xəstəliyi bu keçmişdə 20 gün, 1 aya belə bir şey olmaz. İnsanların qısa müddətində damarları görünüb, ürəyin vəziyyət görünüb, onunla müdaxilə edib insana normal həyata döndərilməlidir. 1 ay yataqda 20 gün, 15 gün yatar, belə bir şey olmaz. Qəti şəkildə artıq biz bütün xəstələrimizə deyim, bu alışqanlıqlarını buraxmalıdır. Siz bizim içimizdən xəbər verirsiniz, doktor. Yox, çünki bütün günü yaşadığım üçün, yəni bir Avropada yaşayıram, bir Avropa sistemini görürəm. Təzyiqini ölçür, 140, 160 və ya 190 qeyd elədiyi kimi. Əgər özünü yaxşı hiss edirsə ki, qeyd edir ki, belə yaxşı, elə də davam edir. İllər keçir, müəyyən müddət yataq xəstəsi olandan sonra deyir ki, müəyyən müddət artıq 2 ildir ki, mən bu təzyiqlə və bunu da siz dediyiniz kimi raboçi təzyiq deyərək adlandırıb el arasında və sonra norma adlandırırlar. Bu norma deyil, hörmətli tamaşaçılar. Bir daha təkrar edirik, doktor, hansı yaş həddində hansı təzyiqlər olmalı? Elə bir şey yoxdur. Yoxdur, ya da hər təzyiqdə ola bilər. 140-90 üzərinə çıxan bütün rəqəm, 140-90 və üzərindəki bütün rəqəmlər yüksək təzyiqdir. Belə bir şey yoxdur. 140-dan yuxarı kimin təzyiqi varsa, Mərkəzi Klinik Xəstəxanasına müraciətlərinizi edin ki, əvvəlcədən bu ürəyin ağır xəstəliklərin qarşısını alın. Buyurun, doktor. Təzyiq üçün bunu deyim, bizim ölkədə ən çox bəli olan bir şey, duzu normadan qat-qat çox istifadə edilir. Mən xüsusilə burada Amerikada, New Yorkda belə bir tədqiqat var artıq. Restoranlarda bildiyiniz kimi duz qoymaq qadağan duzda olan. Bəli. Bu çox gözəl bir tədqiqatdır. Bizim də mən bu cür mətbəxlərin bir kərə analarımıza və yaxud da bu yeməklə məşğul hər kəsə və bütün bu xanımlara və ya restoranlara da müraciət aşbazlarımıza budur ki, lütfən yeməkləri duzsuz.
dəhşət dərəcə duzdur. Neyinir bu duz? Hansı prosedur? Duz bədəndə su tutaraq təzyiqi ciddi dərəcədə artırır. Əgər siz duzsuz yemək olabildiyincə duzu Bədən susuz qalanda təzyiq artır, yoxsa su çox qalanda təzyiq artır? Duzu siz qəbul elədiyiniz zaman fiziolojik olaraq bədən su toplamağa başlayır. Bədəndə maye miqdarı artır və bu da təzyiqi yüksəldir. Çünki nəyə görə bu sualı verirəm? Hər zaman məsələn baş ağrısı olanda, çay içən kimi baş ağrıları artır, deyək ki, təzyiq varsa, su məhlulu çay qəbul etmək olmaz. Ona görə sualıma gətirəm ki, o suala da aydınlığı bu şəkildə gətirir. Qəti şəkildə xeyr. Siz duzu az içdiyiniz zaman istədiyiniz qədər maye qəbul edin və maye eləməlisiniz. Bunun o bədəndə qalmaz, axıb gedər. Təbii, normadan deyiniz zaman 4 litrin üzərində maye qəbul etmək məsləhət görülür, 3,5 litrin. Amma çay üçün bunu söyləyim, çay işte çox ürək xəstəliyi belə bir şey yoxdur. Tam tərsi siqareti buraxıb, duzu buraxıb, yağsız yeyib, çayda o yandırıcılıq xüsusiyyəti olduğu üçün çay rahatlıqla istədiyiniz qədər için. Bunun üçün bir narahatçılığımız yoxdur. Təşəkkür ederim. Doktor, bəs təzyiqi aşağı olanlar da var. 90-60'dan yaşayanlar var. Normaldır. Heç bir narahatçılıq yoxdur. Heç bir şikayət yoxdur. Normaldır. Bəli. Heç bir şikayət yoxdur. Xüsusilə xanımlar vardır ki, birçoxunda, xanımların çox gənc xanımlar 90-60 heç bir narahatçılıqları yoxdur. Sadəcə xanımlarımızda bu şəkildə söyləyim, təngi nəfəsliklər falan olmanın səbəbi qanlarında hemoqlobin səviyyəsi aşağı ola bilər. Bir çox ürək üçün bizə baş vururlar. Lütfən qandakı hemoqlobin səviyyələrini, o dəmir tabletkalarını qəbul etmək məcburiyyətindədir xanımlarımız. Ona diqqət eləsinlər. İnşallah. Hörmətli tamaşaçılar, 510-38-04, 510-38-06 studiyamızın nömrələridir. Mərkəzi Klinik Xəstəxanasının kardioloq həkimi, tibb elmləri namizədi və Azərbaycan Kardiologiya Cəmiyyətinin vitse-prezidenti Firdovsi İbrahimov hal-hazırda studiyamızın həkim qonağıdır. Alo. Alo, salam aleyküm. Bəli, Adil bəy, sabahınız xeyir olsun. Buyurun. Sabah xeyir olsun. Bu kodunu alın biraz. Mənim doktora sualım var. Elə məndən də qabaq deməli sual verən adamlar demək ki, elə mən də eyni bir vəziyyətdəyəm. Yəni gecələr məndə əsasən sinəmdə gecikmə olur, belə yanır. Həm də ağırlıq hiss edirəm. Güya oradan bir balaca nəsə 2 kiloluq gir atsam, belə deyək. Bir də ki, qılçalarım və qollarım uyuşur. Əsas da qılçalarımda doğru dildə desək, gərnəşmə məcbur edir ki, mənə hər dəqiqə, demək belə, hər dəqiqədən də hər saatdan bir oyandırır məni, qollarım, qılçalarımı belə gərnəşirəm, açılır, şaqqıltı, belə səs-küy orada əzələrdə bizə nə qədərdir, deyək, belə olar. Adnan, mən bir sualım var. Siz bu sinə ağrılarınızı gündüz hərəkət edərkən, yol yeriyərkən, pilləkən çıxarkən belə bir ağrılar hiss eləyirsinizmi? Doktor, o demək olar ki, düzdür. Məndə mən əsəbliyəm də, əsəbləşən zaman olar daha da çox olur. Yəni mən əlaqələndirirəm ki, onu bəli. Pilləkən mən özüm belə deyək, idmanla məşğul olanda siqaret çəkməmişəm. Yəni onlardan uzaq. Amma duzlu yemək yerim, söhbət yoxdur. İndi eşidirəm, onu azaltmaq lazımdır mənə. Çox duzlu yeyirəm, həm də yağlı. Kabab, belə deyək, ən sevən adama. Axırıncı bir ildə mən pilləkəndən çıxanda təngi nəfəs oldum. Şəkəriniz varmı? Xeyr, şəkərim yoxdur. Mənim əsas bu baldırlarımda, belə deyək, aşağı əzələlərimdə gecə iğnə ilə elə bilinən ki, belə... Bir şey soruşacağım, onu anladım amma gündüz gəzərkən baldırlarınızda da ağrı olurmu? Bəli. Təşəkkür edirik. Təşəkkür edirik. Buyurun doktor. Bu şəkildə söyleyeyim, tabii ki ürək işemik xəstəliyi bu xəstənin koronar arteriyalarında tək ürək damarında deyil, mütəmə ayaq damarlarında da bir daralma var. Şikayətin %50'si nevrolojik bir şikayətdir. Ola bilsin ki, şəkərini ölçdürmürsə gizli bir şəkər də olmuş olabilir. Ayaqlarında bu da olmuş olabilir. Bir şəkərin sürətli şəkildə ölçdürməsi, kardiyoloqun bir kontrolundan mütləq keçməsi, bərabərində bir nerv patoloqun da kontrolundan keçməsi gərəkməkdədir. Mən daim hər zaman insanlarımıza və xəstələrimə dediyim bu şeydir ki, işte çox kabab yeyirik, nə edirik? Mən hər zaman xəstələrimə bunu deyirəm, bu qədər heyvanı yersəniz, bir gün bu heyvan daha sizi tutar. Yəni, bu qədər canlı yeyilməz. Həqiqətən, yerik, bu qədər də olmaz. Çünki biz ehtiyacımızdan həddən çox, yəni cəmiyyətdə normadan artıq məntiqsiz bir şəkildə israf var. Hər şeydir. İsraf nə? Heyvanlar azalır, doktor? Yağ çox istifadə edirlər, duz oldu. Yəni, yemək şəkli kilolar, insanlarımız çox kiloludur, bu kilo boşuna yaranmadı. Yedi ki, yarandı. İşte mən su içirəm, yarayır, yalandı.
Sən Baxın, misal üçün yemirsən. mən belə bir sual verim sizə. Allergiyası olan insan allergiya əleyhinə nəsə atır, qəbul edir və bu insan, yəni artıq bunda xroniki allergiyası olan insanlar var ki, ömür boyu da bundan yaşayır. Yoxdur elə bir dərman ki, biz yağlı yeyək və dərmanı ataq, o xolesterin bizim damarları tutmasın. O Nizam Gəncəvin bir şeiri vardı, deyirdi ki, suyla normasına çox içsəniz o da ziyandır. Yəni Allahın yaratdığı budur, bunu qəbullənmək və artıq normadan artıq yemək olmaz. Yəni budur, bitdi. Yəni biz nə isə etməkdənsə, o dərmanların da hər birisinin o səviyyəyə gətirməkdənsə, yaşam şəklimizi nizamlar. Yəni bir Koreyada, o bir ölkələrə diqqət edin, uzaq şərq ölkələrində ki, qırmızı ət çox az istifadə olunur. Onlarda bu şeylər çox yaxşı vəziyyətlər, bu hallar. Aha. Alo. 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 Bəli, sabahınız xeyir olsun. Sabahınız xeyir. Sabah. Buyurun Xanlar bəy. Mənim bir həkimə sualım var. Buyurun, buyurun. Əlbəttə. Mən bu yaxında Nefsə Banisasında xəstəxanada yatmışam, ürəyimlə əlaqədar. Düzdür, mən oraya pis halda düşdüm, reanimasiyada zətdə yatdım. Deməli, mən onlar dünyaya götürdüklərinə görə çox təşəkkür edirəm. İndi məndə elə şey yaranır ki, məndə ürək satışmamazlığıdır. Bəli, bəli. İndi mən bilmirəm, onu mən necə edeyim ki, bu məndən götürülsün, mənləri anj eləmək lazımdır. Ata biraz da indi sizdən necə deyim, bir gizlin olmasın, bu qorxulu kimi qorxuduram özümü bu anj eləməyə görə. İndi bilmirəm, onu nə eləmək lazımdır ki, bu götürülsün. Siz indi deyirsiniz, stent qoyuruq. Stent qoyulsa bu düzələ bilər, yoxsa yox? Tamam, yani siz teşekkür ederim. Bu şekilde söyleyeyim, bir kere sizin bir yana gittiğinizde bir yolunuzu bilmeniz gerekir ve doğru olanı bilmeniz gerekir. Bu koronar angiografiya 5 dəqiqə, 10 dəqiqə çeken bir metoddur artıq, standart. Hətta bunu söyleyeyim, bizim klinikada bir plan dediğimiz çok ileri teknolojiyanı getirmiş vəziyyətdəyik. Yəni bugün Şərqi Avropa və Türkiyəni və Orta Asiyanı və keçmiş Sovetin ərazisini fikirləşdiyiniz zaman bu cihaz ancaq 3 dənə bu cihazı tapa bilərsiniz tamamında. Bir insan da, bu xəstəmizin də bu şəkildə angiografini keçib damarların açılması gerekir. Yəni bu buna bənzərdir. Siz bir bitki vardır, kübrə verirsiniz amma su gətirmirsiniz. Sizin təcili şəkildə damarlarınız açılıb və bu ürək çatmamazlığı ciddi şəkildə azalacaqdır. Yəni, Doktor, bir daha təkrar edək. Hansı simptomlarına müraciət eləsin? Döş sümüyü arxasında döş olan sümüyün, ağrılar. əgər Daha bir sonra? insanın döş sümüyünün arxasında yandırıcı, göynəlici, küt ağrıcı, sinədə küt ağrıları olarsa, qola vuran, boyna vuran ağrılar, bu ürək səbəbli ağrılardır. Bunu ciddiyə almalar gerekir. Ağrı ilə paralel ürək bulanma, qusma, bu əlamətlər ola bilər. İnfarkt vaxtı o bunlar ola Təzyiq bilər. oynaya bilər. İnfarkt vaxtı ola bilər, təzyiq vaxtı ola bilər. Amma bu cür ağrı, bu ağrı çox şiddətlisə hərəkət etməmələri, anında ən yaxındakı bir insana başvurmamaları və anında Əl təcili altında da aspirin olmalıdır, mütləq şəkildə. Mütləq şəkildə aspirin olmalıdır. Yəni bu şəkildə söyləyim, əgər bunlara diqqət elədikləri zaman, sürətli müdaxilə elədiyi zaman biz bu insanların çoxunu qurtara bilirik. Bu şəkildə söyləyim, heç bir infarkt xəstəsi evdə müalicə olunmaz, bunu bilmələri gerekir. Nəyə görə deyirəm təcili yardım anında çağırsınlar? Çünki infarkt vaxtı itirilən insanların o 50% getirir, insanların 90%-nin üzərindəkini biz orada ürəkdə qısa qapanma baş verdiyi üçün itiririk. Siz təcili yardım ekibi sizin yanınızda olursa, anında o ürəkdə qısa qapanma verdiyi zaman kiçik bir elektriki şokla sizi normal həyata döndərə bilir. Bu qısa ayrıntını da söyleyeyim. Əgər təcili yardım gələnə qədər bu xəstənin huşu özündən gedibsə artıq itirmək vəziyyətindəsə, xəstə yaxınları anında masaj etmələri, sinəsini, masajını davam etmələri, təcili yardım gələnə qədər. Çünki mən çox bu sayda xəstəm oldu, gələ bu cihaz şeylərini ani yolda yaxaladığım və bunların bir çoxunda ölümün qarşısı alınır. Ala bildik masajdan elektrik şok verənə qədər. Təşəkkür edirik doktor və hörmətli tamaşaçılar, yəqin ki diqqətlə qulaq asırsınız. Qeyd etdiyimiz simptomlar, əlamətlər əgər keçici olaraq da sizdə əmələ gəlibsə, bunu yəni ötüb keçməyin, müraciətlərinizi edin. Bir daha təkrar edək ki, Mərkəzi Klinik Xəstəxanasının kardioloq həkimi, tibb elmləri namizədi Firdovsi İbrahimov efirdən sonra da fəaliyyətini orada göstərəcək, davam etdirəcək. Eyni zamanda Azərbaycan Kardiologiya Cəmiyyətinin vitse-prezidentidir. Müraciətlərinizi edə bilərsiniz. Doktor, təşəkkür edirəm studiyamıza gəldiyinizə görə. Minnətdaram verdiyim suallara aldığımız cavablara görə və eyni zamanda pasientlərdən gələn suallarını da cavablandırdığınıza görə. Hörmətli tamaşaçılar, əgər bu və ya digər səbəblərdən hər hansı bir xəstəlikdən əziyyət çəkirsinizsə və xəstəliyinizlə bağlı respublikada deyil, respublikadan kənarda yerləşən xəstəxanalara müraciət etmək istəyirsinizsə, bilin ki, bu işi yüksək səviyyədə həyata keçirən Millennium Assist Life şirkəti var. Xatırladım ki, Millennium Assist Life şirkətinin mərkəzi şöbəsi İstanbulda yerləşir. Siz müraciət etdikdə xəstəliyinizə dair bütün sənədləri təqdim etməlisiniz. İstanbuldakı xəstəxanalarla əlaqə saxlanacaq və həkimlər
bölümlərdə məsləhətlər alınacaq. Ən qısa zamanda sizə cavab gələcək. Ən çətin cərrahi əməliyyatlar, bir daha təkrar edək. Müayinələr, check-up proqramları və bir daha qeyd edeyim ki, şiş xəstəliyinin erkən və gec mərhələsində müraciətlərinizi edə bilərsiniz. Şiş toxumasının metastaz verməsinin qarşısını alan bir neçə üsullar var ki, ümidinizi itirməyin. 497-5400, 598-48-18 nömrələrinə zəng edin, ekspert həkimdən ətraflı məlumatı özünüzə öyrənin. Millennium Asislife şirkətinin təqdim elədiyi sağlam ol verilişi bugün də sona çatdı. Sabah eyni saatda, eyni məkanda görüşmək ümidi ilə. Hələlik.